Deməli, başlayırıq bu günlərin biz artıq kurikulum mövzusunu, yəni burada məqsədim ancaq mənim, hansısa mənim bildiyiniz kimi ixtisasım tarixdir. Sadəcə olaraq bu illərin MIQ və sertifikasiya, yəni MIQ imtahanına hazırlaşdığım üçün bu illərim, yəni bu kurikulum mövzusunu da əzbərləməkdir məqsədim. Ona görə də bu terminlər mənə yad ifadələr olduqlarına görə bugündən yəni ancaq bunları mən kitabdan oxuyacağam səsli, boş vaxtlarımı kanalıma yükləyib, boş vaxtlarımda da özüm dinləyəcəm. Yəni burada ikinci bir məqsəd yoxdur. Kiməsə dərs vermək, hər hansı kiməsə nəsə öyrətmək kimi hər hansısa bir məqsədim yoxdur. Yəni istəyən dinləyər, istəyən yəni dinləməz. Başladıq sinxron və asinxron tədris. Tədris prosesini müxtəlif formalarda təşkil etmək mümkündür. Canlı, əyyani, ənənəvi dərslər, onlayn dərslər, elektron platformalar üzərindən, distant formada. Canlı dərslərlə onlayn dərslər arasında əsas fərq ondan ibarətdir ki, ənənəvi dərslərdə müəllim və şagirdlər eyni fiziki məkanda, sinif otağında olurlar. Onlayn dərsdə isə müxtəlif rəqəmsal texnologiyalar və platformalar vasitəsilə məsafədən həyata keçirilir. Buna görə də onlayn təhsil xüsusi texniki sistem və platformalarla dəstəklənməlidir. Həm ənənəvi, həm də onlayn dərslər sinxron və asinxron qaydada təşkil oluna bilər. Əslində onlayn dərsləri asinxron keçmək daha rahat görünsə də, eyni yanaşma canlı dərslərə də tətbiq etmək mümkündür. Mövzu dərsin məqsədi şagirdlərin marağı, intellekti, öyrənmə tərzi və digər xüsusiyyətlərdən asılı olaraq bu formalar ayrı-ayrılıqda və ya hibrid, kombinə olunmuş şəkildə istifadə edilə bilər. Sinxron tədris. Sinxron tədris prosesinin bütün iştirakçılarının eyni vaxtda dərsə qoşulduğu, qarşılıqlı ünsiyyətin real zamanda baş verdiyi tədris formasıdır. Bu zaman şagirdlər eyni anda müzakirəyə qoşulur, sual verir, müəllimdən və bir-birlərindən dərhal rəy ala bilirlər. Sinxron tədris müxtəlif formalarda həyata keçirilə bilər. Sinxron tədrisdə canlı dərslər, müəllim və şagirdlərin fiziki olaraq eyni sinifdə olduqları dərslər, müzakirələr, şifahi cavablar, qrup işləri və s. aiddir. Yəni, sinxron dərsdə canlı dərslər, yəni müəllim və şagirdlərin fiziki olaraq eyni sinifdə olduqları dərslər, müzakirələr, sinifdə cavablar, qarşılıqlı işlər və s. daxildir. Sinxron tədrisdə onlayn dərslər. Müxtəlif elektron platformalardan, bax, bu sinxron tədrisdə canlı dərslər, müəllim şagirdlərin fiziki olaraq eyni sinifdə olduqları dərslər, müzakirələr, şifahi cavablar, qrup işləri və s. daxildir. Sinxron tədrisdə canlı dərslər, sinxron tədrisdə onlayn dərslər, müxtəlif elektron platformalar, Microsoft Zoom, Microsoft Teams, Zoom, Google Meet və s. üzərində real vaxtda keçirilən dərslərdir. Eyni zamanda e-mail, Google Documents, e-class, onlayn lövhələr, podkastlar, bloqlar, konsept xətləri və s. kimi rəqəmsal vasitələrdən istifadə oluna bilər. Real vaxtda o deməkdir ki, dərsdə baş verən hər bir şey eyni anda iştirakçılara çatır. Müəllimin izahını canlı dinləyə bilir. Sual verdiyi anda isə müəllimdən, yoldaşlarından zamanda cavab almaq mümkündür. Yəni, ünsiyyət üzbəüz formada təşkil olunur, cavablar vaxt itirmədən verilir. Webiner və seminarlar, onlayn mühazirə və müzakirə xarakterli görüşlər, çoxsaylı iştirakçı eyni vaxtda qoşulur, mövzu barədə müzakirə aparılır. Sinxron tədrisin əsas məqsədi budur ki, müəllim və şagirdlər eyni anda dərsdə iştirak etsinlər. Bu xüsusiyyət onların inkişafını anında təmin etmək imkanı verir.
Asinxron tədris nədir? Asinxron tədris o zaman həyata keçirilir ki, tədris iştirakçılarının dərsə qoşulması eyni anda və eyni məkanda baş vermir. Yəni, müəllim dərs materiallarını müəyyən vaxtda paylaşır, şagirdlər isə həmin materiallara özlərinə uyğun zamanda işləyirlər. Bu tip dərslərdə şagirdlər materialı bir daha izləmək, dayanmaq, geri qaytarmaq imkanı əldə etdiklərindən təqdim olunan bilik üzərində daha çox düşünə bilirlər. Asinxron dərs şagirdlərin öz öyrənmə prosesini planlaşdırmasına, izlənməsinə və qiymətləndirilməsinə daha geniş imkan yaratdığı üçün metakognitiv bacarıqların formalaşmasını gücləndirir. Metakognitiv də, yəni zehni bacarıqların formalaşmasını gücləndirir. Asinxron tədrisdə istifadə olunan əsas vasitə və formalar, öncədən hazırlanmış mühazirələr və videoçarxlar vasitəsilə şagirdlər materialları istənilən vaxt daxil olur, baxır, lazım gəldikdə bir neçə dəfə dinləyir və izləyir. Elektron poçt və digər mesajlaşma vasitələri ilə müəllim tapşırıq və məlumatları şagirdlərə göndərir. Şagirdlər isə müəyyən müddət ərzində cavab hazırlayırlar. Dərhal cavab vermək məcburiyyəti yoxdur. Şagirdlər müəyyən edilmiş zaman çərçivəsində rəqəmsal platformalar üzərindən tapşırıqları və layihə işlərini hazırlayıb göndərirlər. Tapşırığı göndərmək üçün konkret dərs saatına bağlılıq olmur. Canlı dərslər asinxron təşkil oluna bilər. Belə ki, ənənəvi sinif şəraitində də müəllim şagirdlərlə layihələr, tədqiqat işi, müstəqil oxu, müzakirəyə, hazırlıq və s. kimi tapşırıqlar verərək asinxron öyrənmə elementlərini tətbiq edə bilər. Məsələn, layihə üzərində işləyən şagirdlər müstəqil şəkildə işləyirlər. Ehtiyac olduqda müəllim mentorla canlı ünsiyyətə girib dəstək ala bilirlər. Asinxron tədris canlı şəkildə istifadə olunsa da, onlayn mühitdə istifadəsi xüsusilə məqsədə uyğundur. Çünki cədvəli tənzimləmək daha çevikdir. Şagird öz vaxtını və iş tempini özü tənzimləyə bilir. Məsuliyyət vaxtının idarə olması, müstəqil iş bacarıqları inkişaf edir. Bu tədris formasında şagird öyrənmə tempini və fəaliyyət ardıcıllığını özü müəyyən etdiyinə görə prosesin effektivliyi, onun motivasiya səviyyəsi, özünü idarə etmə vərdişləri və vaxtdan səmərəli istifadə bacarıqlarında birbaşa asılı olur. Burada da veribdə asinxron və asinxron vasitələrdir. Demək, sinxron iştirakçılar arasında canlı ünsiyyət və əlaqə mövcuddur. Müəllim və şagirdlər informasiya və təcrübəni anında bir-biri ilə bölüşmək imkanı qazanırlar. Yaranan suallar və çətinliklər dərhal aydınlaşdırıldığı üçün operativ əks əlaqə təmin olunur. Dərslər əvvəlcədən hazırlanmış plan əsasında ardıcıl və sistemli şəkildə aparılır. Sinxron dərslər şagirdlərdə komanda işi, ünsiyyət və sosial bacarıqların formalaşmasına kömək edir. Asinxron nədir? Burada da baxırıq, asinxronu da veribdir. Yəni, burada müəllim tərəfindən atılmış mesajlı elektron mesajlardır, yəni şagirddir, zamandır. Asinxron şagirdlər öyrənmə proseslərini özlərinə uyğun vaxt və tempdə qururlar, daha geniş araşdırma və refleksiya imkanı yaranır, müstəqillik və şəxsi məsuliyyət hissi güclənir. Bu bizim asinxron dərsimiz. Deməli, davam edirik. Hibrid tədris forması nədir? Hibrid tədris dərslərin bir hissəsini canlı, digər hissəsini isə onlayn şəkildə, həmçinin sinxron və ya asinxron formada keçirildiyi kombinə olunmuş modeldir. Yəni, sinxron və ya asinxron elementlər eyni təlim daxilində birlikdə istifadə olunur. Tədqiqatçılar sinxron və asinxron tədrisin kombinasiya olunmasının bir çox hallarda daha səmərəli nəticə verdiyini bildirirlər. Bu modeldə tədris materiallarının bir hissəsi əvvəlcədən şagirdlərə göndərilir. Onlara müstəqil oxu, video izləmə, tapşırıq yerinə yetirmə imkanı verilir. Asinxron mərhələ
Sonra müəyyən olunmuş vaxtda canlı dərs təşkil edilir. Burada mövzu müzakirə olunur, çətinliklər aydınlaşdırılır, tapşırıqlar təqdim olunur. Sinxron mərhələ. Nəticədə şagird bir tərəfdən dərs materialı ilə öz üzərində uyğun işləri, digər tərəfdən müəllim və sinif yoldaşları ilə canlı müzakirə, sual-cavab, rəy almaq, təqdim etmək və s. imkanları əldə edir. Ümumilikdə müəllim mövzu, dərs məqsədi, şagirdlərin xüsusiyyətlərini nəzərə alaraq sinxron, asinxron və hibrid tədris formalarını müxtəlif kombinasiyalarda tətbiq edə, onlayn və ənənəvi dərsləri çeşidli şəkildə uyğunlaşdıra bilər. Bu yanaşma tədris prosesini həm daha çevik, həm də daha məqsədyönlü edir. Bu da bizim hibrid tədris forması.